Salam, hörmətli dəyərli izləyicilər. Bugün biz yerin Günəş ətrafının hərəkətində iki tarix olan 22 iyun və 22 dekabr tarixləri üçün yerin Günəşə qarşı olan vəziyyəti, nəticəsində baş verən yerdə dəyişikliklər və Günəşin düşmən bucağı haqqında bəzi məqamlara aydınlıq gətirəcək. Birinci baxaq 22 iyun. 22 iyun deyən kimi ilk bizim ağlımıza gələn yay gündönümü. Yay gündönümü. Yay gündönümü. Yay gündönümü deyəndə Günəş, baxırsınız burada, xərçəng tropikin üzərindədir. Zenitdədir. Və xərçəng tropik. Deməli, Günəşin zenitdə olduğu məntəqə bərabərdir şimal tropik. 23,5 şimal endarəsi. Yəni, yay gündönümü deyəndə ilk olaraq Günəşin zenitdə olduğu məntəqə 23,5 şimal tropik. Zenit də nədir? 90 dərəcə. Yəni, 23,5 şimal tropikinə 22 iyunda yay gündönümündə Günəş 90 dərəcə bucaqdan düşür. Burada görürsünüz, qırmızı verilib. 90 dərəcə. Bu da zenit vəziyyət. Yəni, 90 deyəndə zenit vəziyyət və yaxud zenit vəziyyəti 90 dərəcə başa düşülür. Və 22 iyunda biz baxaq ki, Günəş hansı yarımkürdə olur? Biz dedik ki, 23 şimal endarəsidirsə, Günəş şimal tropikini, daha doğrusu şimal yarımkürdə daha çox isidir. Və şimalda yay fəsli başlayır. Yəni, bu ekvator xəttindən yuxarıda yay fəsli başlayır. Burada yay. Burada yaydırsa, cənubda qış olacaq. Qış. Və şimalda yay olduğu üçün şimal yarımkürədə daha çox isinəcək. Günəşin şimal yarımkürəsində daha çox isidəcək və daha çox isidiyi üçün şimal yarımkürəsində yay fəsli başlayacaq və Günəşin düşmən bucağı da şimal yarımkürəsinin daha böyük bucaqlarına düşəcək. Və 22 iyunda biz baxaq ki, gecə-gündüzün nisbətinə. Bu gecə-gündüz xətdir. Və gecə-gündüz xəttinə baxsaq ki, bu ekvator xətdir. Ekvator xəttindən gecə-gündüz xətti kəsişdiyi nöqtədən yuxarı şimal hissəyə baxsaq görək ki, gündüz daha çoxdur. Görürsünüz burada, gündüz uzunluğu daha çoxdur. Gündüz uzunluğu daha çoxdur, amma gecənin uzunluğu isə daha azdır. Deməli, 22 iyunda Günəş şimal yarımkürəsində olduğu üçün şimal yarımkürəsində gündüz uzunluğu daha uzundur. Və siz fikir versəniz, bu da şimal qütb dairəsində 66,5-ə kimi qütb gündüz uzunluğu artır və 66,5 şimal qütb dairəsində 1 sutka 24 saat olur qütb gündüzü. Və həmin tarixdə 1 sutka qütb gündüzü olur. Və həmin tarixdə, daha doğrusu 66,5 qütb dairəsindən şimal qütbünə kimi qütb gündüzlərinin uzunluğu artır və qütbdə 6 ay gündüz ola bilir. 21 mart 23 sentyabr tarixinə kimi. Və bu zaman cənub qütb dairəsinə baxsaq, qütb gecəsi başlayır. Və bu da 1 sutka qütb gecəsidir. Əksinə olar. Və qütbə doğru qütb gecələrinin uzunluğu artır. Deməli, 22 iyunda və 22 burada dekabrda. İndi 22 dekabr. 22 dekabrda Günəş cənub tropikində zenitdədir. Görürsünüz burada 23,5. 22 dekabr deyən kimi qış gündönümü. Gündönümü. Qış gündönümü deyəndə Günəşin zenitdə olduğu məntəqə bərabərdir 23,5 cənub endarəsi. Cənub tropiki. Deməli, Günəş 22 dekabr, Günəş cənub tropikində zenitdədir. Burada zenit vəziyyət. Yəni 90 dərəcə düşür cənub tropikinə. Və biz baxaq, burada görək ki, cənub tropikində düşdüyü üçün Günəş cənub yarımkürəsində daha çox isidir. Və cənubda görürsünüz yay fəsli. Şimalda isə qış fəsli olacaq. Və gecə-gündüz xəttinə baxaq. Gecə-gündüz xəttinə mütləq bunlara baxmaq lazım, çünki şəkillər bu formada verilir. Gecə-gündüz xəttinə baxırıq ki, cənubda gündüz uzunluğu daha çoxdur, gecənin uzunluğu daha çoxdur. Əgər biz burada 22 iyun, 22 dekabr tarixi yazılmasa belə, biz baxırıq ki, hansı yarımkür gündüz uzunluğu çoxdursa, ekvatordan cənubda. Deməli, həmin yarımkür Günəşdir. Həmin yarımkür Günəş deməli 22 dekabr tarixidir. Və biz burada baxırıq ki, bəli, cənubda gündüz uzunluğu daha çoxdur. 22 dekabrda cənub qütb dairəsində yenə bir gün qütb gündüzü müşahidə olunur və qütbə kimi qütb gündüzlərin sayı artır 22 dekabr tarixində. Amma şimala baxsaq, şimal qütb dairəsində 66,5-də qütb gecəsi başlayır 90-a kimi, deməli şimal qütb dairəsində, şimal qütbünə kimi qütb gündüzlərinin uzunluğu artmağa, qütb gecələrinin uzunluğu artmağa başlayır. Və bu da 22 dekabr tarixi. 22 dekabr tarixində
Günəş cənubda olduğu üçün günəş şüaları cənub yarımkürəsinin daha çox buz altına düşür. Şimala isə daha kiçik buz altına düşür. Bunun düşməsinin səbəbi də bir daha yerin kürə şəklində olması nəticəsindədir. Deməli, 22 iyun və 22 dekabr tarixlərində günəşin düşmə bucağı uyğun günəşin düşmə bucağını tapmaq üçün bu düsturdan istifadə olunur. İndi bəzən fi omega ilə adlandırılır. Mən ümumi olaraq başa düşüləcək tərzdə belə yazıram ki, günəşin düşmə bucağı baş hərflə yazılır. Bərabərdir 90. Bu zenit vəziyyət çıxılsın. Günəşin, daha doğrusu verilən məntəqənin coğrafi enliyi. Verilən məntəqə hər hansı coğrafi enliyi, məsələn 40 şimal dairəsi, 50 cənubusu, plus minus günəşin zenitdə olduğu məntəqə. Plus minus niyə? Əgər günəş, məsələn, cənub tropikindədirsə, biz şimalda olan məntəqənin düşmə bucağını tapırıqsa, fərqli yarımkürələr olanda bunlar arasında dərəcə fərqini toplayırıq. Çünki cənubdan şimala gedəndə burada sıfıra yaxınlaşır, sonra ekvator sıfırdır, ondan sonra yuxarıya qalxır. Ona görə toplayırıq. Əgər günəş cənub tropikindədir və biz günəş, məsələn, 40 cənub endarəsində günəşin düşmə bucağını tapırıqsa, onda çıxma əməli olur. Çünki eyni yarımkürələrdədir. Eyni yarımkürələrdə olanda da bunların dərəcə fərqini tapmaq üçün çıxırıq. Məsələn, bu sıfırdır, bu ekvatordur. Məsələn, günəş 23.5 cənub tropikindədirsə, biz tapırıq 40 cənub endarəsi. Biz tapırıq 40 şimal endarəsi. Əgər ikisi də cənubdadırsa, yəni bura düşmə bucağını tapmaq istəyirsə, bunların dərəcə fərqini 40-dan 23.5 çıxırıq 90-dan. Əgər şimal yarımkürəsindədirsə, bunlar arasında dərəcə fərqi toplanır. Çünki buradan bura 20.5, buradan bura 40 dərəcə. Bu da eləcə 60.5 dərəcə. Yəni bunlar arasında dərəcə fərqi. Ona görə biz əgər bir daha deyirəm, günəşlə, günəşin zenitdə olduğu məntəqə ilə verilən məntəqənin coğrafi enliyi, yəni bunlar ikisi də eyni yarımkürədədirsə, ikisi də cənub endairəsidirsə, cənub endairəsi çıxırsan. Biri şimal, biri cənub endairədirsə, bunları toplayırsan, sonra da 90-dan çıxırsan. Bu olur günəşin düşmə bucağı. Deməli, biz bu günlərin 22 gün, 22 dekabr tarixində yerin günəş ətrafında hərəkəti zamanı baş verən vəziyyətləri müzakirə etdik. Uğurlar hər birinizə.